və cənablar, hər birinizi bu gözəl ailədə, gözəl xınayaqlı mərasimizdə salamlayıram mənim əzizlərim. Salam gözəl kəlmədir, bizə Peyğəmbərimizdən gəlmədir. Salam çox xoş sözdür mənim əzizlərim. Hər birinizi görən zaman, hər zaman salam verməyi bir-birinizə unutmayasınız. Mənim əzizlərim, bu gözəl gecəmizə rəng qatan dəyərli qudalarımız buradadılar. Sizlərin alqışlarıyla gözəl mahnı sədaları altında qudalarımızı məclisimizə dəvət edək. Al-əlvan xonça bəzəmiş qudalarımız, qızımızın əlinə həna yaxmaq üçün gəlmiş qudalarımız, xoş gəlmişsiniz, səfa gətirmişsiniz. Hörmətli qohumlar, yeni qohumlar, qədəmləriniz bu ailəyə mübarək olsun, düşərli olsun inşallah. Mahnı ver oynamağa gözəl Kamil qardaşımız. Hə, maşallah, maşallah. Xoş gəlmişsən ay qudam, ay qudam, ay qudam. Gözəl günümüzü lentə alacaq, yaddaşlara həkk edəcək, elimizin gözəl oğlu, gözəl sənətkarı, istedadlı sənətkarı, Sərvər Qaballı deyim, Sərvər əmi, dayə kimi xəttini istədiyi bir insan. Çox sağ ol Sərvərəm, həmişə əziyyətin xeyir işlərdə olsun inşallah. Tipilə yaxşı çək, ha? Əsasla subay qızlarımızı yaxşı çəkəsən, ha? Böyle lentə düşsün. Eləcə də mənim əzizlərim, gözəl qardaşımız, Kamil qardaşımız elimizin çox yaxşı, səmimi bir dostu, qardaşı olan, gözəl musiqicisi olan Kamil qardaşımız. Bugün bizləri gözəl barmaqlarıyla fezyab edəcək, gözəl nəğmələrlə və o cümlədən mən sizin hamınızın Müsalə bacınız
İndi sənizlərim, qızımız hazırlaşmaqdadır. Ona kimi qudalar evimizi əyləşdirək. Qızımıza bir baş çəkək, görək nə yerlədir vəziyyət. Tez olun biraz. Əzlərim artıq qızımızın şəhərinə yanan şamlarımız hazırdır. Bircə sizə bir şey soruşmaq istəyirəm. Mənim əzlərim, bugün kimin xına yaxdısıdır? Kimlərin xına yaxdısıdır? Ucadan deyək. Eşitmədim. Kimin xına yaxdısıdır? Ucadan çağıram. Ay tacın, alış edək. Ay tac, ay tac, ay tac. Mübarək olsun xan. Ay can, ay can, ay can. Maşallah. Və mənim əzizlərim, hörmətli ana bacılar, əmilər, dayılar, qardaşlar, nə deyir, istərəm, ay istərəm, Allah'tan xoş gün istərəm, qızımızın əyləşməsi üçün, bəyimizin atasından xələt istərəm, hörmətli ata, qaynana,
ata, aynı zamanda ata. Gəlin görək, qızımızın nələrini verək, əyləşsin. Gözümüz aydın olsun Murad ata. Kızımızın şirinliğini verək. Astaca kızımız əyləşsin. Buyurun. Çox sağ olun, cibinizə bərəkət olsun. Və mənim əzizlərim. Çok sağ olun kızlar, çok sağ olun. Möhtəbər kızlar, möhtəşəm kızlar. Sizler için de olsun. Buyurun yerlerinizde əyləşin. Biz gördünüz ki kızımızın üzünü açık getirdik, əyləşdirdik. Bizim bir güzel mahnımız var. Duvaq rəqsi. Biz istiyoruz ki bir tane nazlı, benzerli, güzel, gülçək kızımız getirir. Kızımızın üzün örtəyini salsın. Hansı ki kızımızın özü istədi. Və gəlir gözəl mahnımız bizim Lalə kızımız. Güzel Lalə kızımız. Gəl görüm. Mən bu örtəyi bir dəqiqə sənə həvalə edirəm. Sən bu örtəyi gözəl göyçək kızımızın üzünə örtəcəksən. Örtəndə elinə düz üzünü salırsan. Tamam mı? Tamam. Benim əzizim, güzel kızımız, möhtəbər kızımız, hörmətli kızımız, Aytaç xanım. Bax qaynanan bəy evi gətirib sənin üçün xına. Sənin kimi bir gözəl gözlü, incə belli xanım, xatun, abırlı, ismətli gəlin istədilər. Oğlanlarına ismətli gəlin istədilər, mənim əzizim. Sən də geyinib, keçirib, çıxdın onların Vüsal bəyin yollarına. Sənin bu dəm dəzgahın, sənin bu xına yaxdın, sənin bu tən tərəhin mübarəkdir.
Güzel olar qızıl gülün butası, bəyimizə, gəlinimizə deyməsin düşmən xətası. Ay xanımlar, mən deyirəm. Ay xanımlar, mən deyirəm. Sizlər də deyin. Mübarəkdir, mübarəkdir, mübarəkdir. Vüsal bəylə Aytaç xanımın xınası bir ardış edəymi? Çok sağ olun, mənim əzizlərim, çox var olun. Və mənim əzizlərim, İstərdim ki, analarımızı bura dəvət edək, gözəl analarımızı. Kızımızın anası, oğlumuzun anası. Xahiş edirəm, yaxınlaşın. Ana, Natella ana, sizləri məclisimizə dəvət edirik. Xahiş edirəm, mənə yaxınlaşasınız. Qızma kimi oğlumuzun anasının ürək sözlərini eşidə görə anamız necə hazırlaşıb gəlib. Xoş gəlmişsiniz, hörmətli anamız. Bir daha gözünüz aydın olsun, təbrik edirik. Biraz mənə yaxınlaşın olarsa. Nə arzulursunuz bu gənclərə? Allah həmişə xoşbəxt günlər versin. Ürəkləri istəyən arzulara çatmış olsun. Ən gözəl gün bunların olmuş olsun. Amin deyirik mi analar, bacılar? Alqış edin. Aktiv olaq biraz. Siz də xoş gördük, güzel anamız. Təbrik edirik. İnşallah balanız başınızı uca edən evladlardan olsunlar. Buyurun görək, qız anası görək nə tər hazırlaşır. Allah xoşbəxt eləsin. Ürəklərində nə arzular ona çatmış olsunlar. Və nə məsləhət verərdin qızına? Ay qızım, dilinin nə mi deyirsən? Üstünə qənd, altına fənd qoy, qaynana yola get, eləmi? Qaynatıya ata de, qaynanaya ana de, qaynana qardaş, baldızına bacı de. İnşallah ömrünüz şənfiravan keçər. Yaxşı olar ki, bütün analar qızlarına gözəl tövsiyələr versinlər mənim əzizlərim və evladları nə qədər xoşbəxt olarlarsa, atalar, analar da o qədər uzun ömürlü olarlar, çox yaşayarlar. Və mənim əzizlərim, elçilik neçə müddət çəkdi mənim əzizim? Bir il gəlib getdin, elə mi bu gözəl qızımız üçün? Çox gözəl, çox yaxşı. Qızımızın anası nə etdi? Nə etdi? Aç dök sirləri burada. Heç bir şey. Naz etdi, elə mi? Elə dedi, yox. Mən də dedim, bu qızı səndən alacağım. Bu da sana sözüm olsun. Sözümü tuttum, aldım. Sən nə dedin? Mən də dedim, apar xeyrini gör. Alqış edin. Və oğlumuzun anasına nə deyirik? Sevin sənə, gül sənə, bir gəlin tapdım sənə. Parmaqları qızıldır, özü də bəy qızıdır. Yorulmayır biləyi, yıxır evin dirəyi. Dövləti çox sözü az, dindirməsən danışmaz. Abəxtəvər qaynana, nə durmusandır oyna. Abəxtəvər qaynana, nə durmusandır oyna. A mehriban qaynana, nə durmusandır oyna. Ay mehriban qaynana, nə durmusandır oyna. Oynayacaqsan birazdan inşallah də. Qızı tapdın, qızı razılaşdın, aldın, elə deyilmi? Biz də nə dedik, mahnı qoşduq, dedik, çox gözəl qız almışsan, ay qaynana. Ay mehriban qaynana və sən də dedin ki, çadramı sallan başıma, üz gözümü bəzərəm. Çadramı sallan başıma, üz gözümü bəzərəm. Gedib sənə qız axtarım, hər tərəfi gəzərəm. Gedib sənə qız axtarım, hər tərəfi gəzərəm. Və qızımızın anasını axtardın, tapdın, qızımızdan bir ilə aldın. Elə deyil mi? Qızımızın anadan bir ilə aldın. Və mənim əzizlərim, bəyimiz orada gəlməkdə olsun, ona kimi biz analarımızdan bir xınamızı yaxar. Nəmər alaq görək,
Ne güzeldir anaların anası, gelsin Nemer versin beyimizin anası. Versin mi Nemer? Görek kız elini açacak mı? Aç elini ay gelin. Aç elini ay gelin. Aç ki elin. Aç ki elin kullansın. He, gelin görüm analar, yakın gelin. Ya, oradan hanımlar, analarımıza həmişə kömək olun, yanında olun. Bugünümüz sürprizlərlə dolu mənim əzizlərim. Biraz fərqli edəcəyik. Bəyimiz gəlmədən görək qızımızın əlini açacaq mı? Aç əlini, gəlin, aç ki gözün mənalansın. Açmır əlini. Aç əlini, gəlin, maşallah. Qızımızın özü yoladır. Hə, maşallah, maşallah. Çox sağ ol, gözəl anamız. Və mənim əzizlərim, orada xına var, o xınanı gətirin. Gətirin xınanı. Heç də tələsməyin, darıxmayaq, çox gözəl xına yaxdımız olacaq. Hə, gətirin xınamızı. Mənim əzizlərim, mənim dəyərlilərim. Bəzən deyirlər, qəlbi təmiz, nə bilim, alnı açıq, bəxti bütöv olan insanlardan gəlsin qızımızın əlini xınasını yazsın. Ancaq mən deyirəm ki, bu işə ən çox sevinənlər oğul anası, qız anası olur və ən ürək təmiz də analar olur. Mən anaların ürəyindən təmiz, ürək bilmirəm, evladları üçün, elə deyilmi? Ona görə də istərdim elə sizin özünüz yaxasınız qızımızın əlini xınasını. Buyurun, əlini xınalayaq qızımızın. Oğlumuzun baş hərfini qızımızın sol əlinə yazar. Hə. Gör bir kimin balasısan. Allah saxlasın. Elimin an parçasısan. Allah saxlasın. Ata-ananın gözünün nuru çiçeği, ciğer parasısan. Kız, Allah saxlasın. Nazlı balasısan, buzlu balasısan, qara gözlü maralısan. Allah saxlasın. Xınanı gətir ana, qızlara ötür ana. Bir günlük qonağına, qoynunda yatır ana. Hə, sən də xınala qızımızın əlini. Sürprizlerle dolu olan bəyimizi sizin alkışlarınızla dəvət edəcəm. Uzundərə havası ver, Kamil Fidər, Uzundərə havası çal. Bəyimizi alkışlarınızla, hörmətlə, mərifətlə dəvət edək məclisimizə. Alkışları niyə görmürəm? Bəyimizin sarışı solduşu. Hə, gətirin görək Uzundərə havası çal, bir dənə oradan gözəl göyçək.
İndi isə sürprizimizi açıqlayaq mənim əzizlərim. Bilənlər bilir, bilməyənlərə də deyək, bilsinlər. Hörmətli bəyimiz, xoş gəlmisən. Mübarək olsun. Çox mübarəksiniz hər ikiniz bu gecə, bugün. Və mənim əzizlərim, bugün qızımızın ad günüdür, doğum günüdür, həyata göz açdığı gündür. Təbrik edirik sizləri. Və əlbəttə bəyimiz elə belə gəlməyib, əli boş gəlməyib bu gözəl günə. Hər iki bayramı bəyimiz bugün birlikdə qeyd etdiyinə görə bəyimizin bir gözəl hədiyyəsi var qızımız üçün. Tələsmə, heç darıxma. Heç tələsmə. Tut telefonu görsün, kamera çeksin. Yaxşı çek. Bütün subaylarımıza bu güzel anları yaşamak kısmet olsun mənim əzizlərim. Bulutlar. Analarımız niye buranı terk ettiniz? Yaxın gəlin. Bağlar. Analar, siz burada durmalısınız. Ay sağ olun. Və hər ikimiz əyləşin mənim əzizlərim. Əyləşin. İndi isə qızımızın anası Natella xanım, yox, bəyimizin anası Natella xanım, Turaç xanım, üzr istəyirəm. Gəlin indi oğlumuzun da əlinə bir qızımızın baş hərfini yazaq, sol əlinə. Gəlin görün. Bu yazını göydə Allah yazmış, ən böyük yazını, onların adlarını, bir-birlərinin qəlblərinə. Yerdə də qoy analarımız əllərinə xınayla yazsın. Onlar ki, çox gözəl olar. Ay maşallah. Çox gözəl, çox güzel. Xınanı qoya bilərsiniz. İndi isə mənim əzizlərim, dəyərli qızlarımız, subay qızlarımız mənə yaxın gəlin. Məqamımız gəlib çatır. Gəlin görüm subay qızlar, qız evindən, oğlan evindən olan subay qızlar. Bir gözəl, duzlu, məzəli haxışlar deyək sizinlə birlikdə. Aktiv olan xanımlar, aktiv olanda məclisiniz də gözəl keçəcək mənim əzizlərim. Mənə yol verin, görün müsadə bacımıza, analar. Siz də o yandan durursunuz, az qalırsınız, gedib qonşunun çəpərindən baxarsınız. Yatın durun, görün. Mənim əzizlərim. Nə deyirik? Haxışda deyirik. Haxışda deyirik, dadlı, duzlu, məzəli söz döyüşü deməkdir. İlki burada bir-birinə söz yarışına çıxırlar və görən deyirlər hansımız üstələyəcəyik. Elə deyilmi? Hayatınız zaten bilirsiniz mi? Heç məktəbdə zaten əzbərləmirsiniz mi? Onda qoy sizin əvəzinizdən mən deyəcəm. Qızlar, haxışda deməyi unutmayın, tamam mı? Oğlanın anası nə deyir? Al almağa gəlmişik, şal almağa gəlmişik. Oğlanın adamıyıq, apartmağa gəlmişik. Qızın anası nə deyir? Alın mübarək olsun, şalın mübarək olsun. Oğlanın adamısınız, aparın mübarək olsun. Çıxdım ayağa baxmağa, qapıya qıfıl taxmağa. Dəniz xına göndərib, gəlin əlinə yaxmağa. Mirvari aldırmısan, boynuma saldırmısan. Elə bir olan sevmisən, aləmi yandırmısan. Əzizinəm gəl bizə, bugün axşam gəl bizə. Sevənlərin xınasıdır, yığışıbdır el bizə. Elə bir üç adam var burada, onların səsi gəlir. Heç yerdə əyləşən xanımlarımızın da səsi
istəyərlər. Elə olar mı? Buradakı qızlarımız ucadan desəniz çox yaxşı olar. Kamil, biraz mən fon varsa azalt. Bir də oradan nağara ritm versəydin yaxşı olardı. Amma biraz gençdir bizdə, amma bir. Ayranın duzlu olsun, duz tökə duzlu olsun. Gəlinin gedən evi, çörəkli duzlu olsun. Oğullu qızlı olsun. Gəlin səladın gəlin, geysin xalatın gəlin. Çapsın oğlan evinə, alsın muradını gəlin. Yedin nohul qaynana, doğdun oğul qaynana. Oğlunu səndən aldılar, başına buz koy qaynana. Çapda pahta qaynana, tut ağacı tuttudur. Bibi yaman ottudur. Gəlinin balızı var mı? Elti var mı? Qaydı var mı? Bəyimizin qardaşı, üzü yaman burnudur. Bana benim qardaşım. Ya qardaşda görüm. Yaxın gəl. Mənim əzizlərim, bir təbrik elə qardaş. Allah hoşbat eləsin. Bəyimizin qardaşı, üzü yaman nurludur, cibləri yaman pulludur. Var mı? Görəndə axtarır. Maşallah, tapdı. İndi ver gəlinimizə. Çox sağ ol, sənin üçün olsun. Həyəti yoncadılar, yedik doyuncadılar. Qızını aparıram mən, çapda parkda ayguda. Təzimli yoxla ayguda, dəvələr alçaq gedər, qoynunda qolçaq gedər. Bizim kəndin qızları, qabağımızın qızları, çok güzel gözlerim. Ay maşallah maşallah. Ay maşallah maşallah. Sesle biraz. Develer alçak gider, koynunda kolçak gider. Bizim kendi kızları ele utancak gider. Ama bir şeyden sonra kaynana evden gider. Üzüyün qaşı mənim, dübünün daşı mənim. Bu xınada qızlar çoxdur, hamısının başı sənsən. Dəymanın onları, el aparsın bunları. Mənimlə yaşıddılar, kim alasıdır bunları. Pendir yedim qartızla, doğra pişir yardızla. Gelinler yolu gitmir, o evdeki baldızla. Evde baldız yoktur, kayınlar inşallah kardeş bacı kimi dolananlar. Əzizinem ay ana, gülü koydum güldana. Niye yola gitmirlər, gelin ile kaynana. Su akar yolun tapar, tay yedim tayın tapar. Görmedim ki dünyada, kor gidip keçer tapar. Yaşım üzümden gider, akar gözümden gider. Çekme yarımın adını, alnım der. Çekme oğlan adını, alnım gözümden gider. Gelin oturup taş ister, benim döküp taş ister. Visal değil dur gider, visal değil reks eder. Kızımız ne değil? Baş üstə. Baş üstə, onda qoy xanımın evdə yaparsın, tezliğinə toy eləsin. Görək biraz sorunu sonra tutaq bəyimizi, gəlinimizi. Sən oğlumuzdan elçi gələndə
Dedin mi görün varı var mı, devleti var mı, pulu var mı? Elə fikirləşdim. Sual verdin mi? Dedin mi? Ay Hüsam bəy, sən məni istəyirsən, mən də belə sürünə gözlüyü, qələm qaşlı bir xanımam. Sənin pulun var mı mənimlə evlənməyə? Qoy soruşaq görəməyimiz nə dedi? Var. Nə dedi? Dedi, var, elə nə dedi? Ha. Pulum var gələrəm. Qızımız da dedi, pulun var gələrəm, elə mi dedi? Ona bir baxaq görək, nə tər razılaşdınız, qalxın görək. Qalxın görək, nə tər razılaşdınız. Örtəyi açmayacağım. Oynayandan sonra, bir balaca oynayandan sonra, ondan sonra açacağım. Qoy xanımı bəy aparır. Soruşum, kızımız nedir? Pulum var. Var. Pulun var Vermezler. Bu küçük bir epizoddu Qaynana Kino Teatrından, Musiqili Kino Teatrımızdan. Biraz istədim ki, güləsiniz. Və mənim əzizlərim, indi isə qudalarımız istərdim ki, çörəyimizi kəssinlər. Çörək. Olmalıydı. O sinir hardadır? Gətirin görün mənə. Hazırlamışdınız bayaqları. Çörəyimiz... Mənim əzizlərim, bu çörəyi sizə ayanalar. Ona görə kəstirirəm ki... Bu çörəyi ona görə kəstirirəm ki, bu çörəyi heç vaxt unutmayasınız və deyəsiniz ki, biz budayıq, qovumuq, çörək kəsmişik, bir-birimizin evinə gedib gəlmişik, mehriban olmalıyıq. Bu məqsədi qarşınıza qoymalısınız və çörək kəsin, bir-birinizə olarsa daddırın çörəkdən. Ancaq qaynana, bölkəm ol, özünü göstər. Çəkin. Hündürdə biraz, hündürdə, bunların başının üstündə elə. Qaynana özünü göstər. Maşallah. Varam belə qaynanayla. Bir-birinizə bir tikə daddırın. Ay sağ olun və mənim əzlərim. Orada bir kasa bizim konfetimiz var. Qızlar, örtəyi tutun. Hər iki bəyimizin başı üzərindən tutun. Tutun, yaxşı tutun, yaxşı tutun. Və ver onu mənə şirinlik olsun. Yox, ömrünüz bundan da şirin olsun mənim əzlərim. Xeyr, dua verə-verə buna görə tökün. İkiniz də birlikdə tökün. Elə. Allah xoşbəxt eləsin. Amin olsun. İndi onu verin mənə. Allah xoşbəxt eləsin deyirik. Və bir gözəl Kamil qardaşımızdan mahnı gəlir. Bəyimiz qalxır ayağa, qızımızı qaldırır, rəqsə dəvət edir və qaynanalarla birlikdə qalxır. Və oğlan evinə, qız evinə, onun xanımı rəqs edə bilərsiniz, meydanımız böyükdür. Qalxın. Ay sağ olun. Gəlsin mahnı.
Çok sağ olun, var olun, hörmətli valideynlər, hörmətli xanımlar və sevgili gəlinimiz. Teşekkür edirik değil mi ay kızlar? Geçmişte xına geceleri səhərə qədər hansı kızın gözünə yuxu getsə, hansı kızın gözünə yuxu getsə, analarımızdan bəlkə də benim istəyən biri var. Nə edərlərmiş? Hansı kız akşamdan yatanda nə edərlərmiş? Ay analar, nə edərlərmiş? Bilən var mı? Bilirsən May ana, sənin keçmişin görmüş adamlardansan. Xına yaxdı axşamı, qızın başına qızlar yığılarmış, qızın yanında rəfiqələri olarmış və yatarlarmış, ondan ayrılarmış. Qızlar nə edirlərmiş? Sen başına geldin o iş. Yani tiktiler mi barxanıya? Yorğana tiktiler. Senin kız başında yorğan döşeye tiktiler öyle mi? Yatmıştın mı? Ay seni görüm, tembel mi oldun, koçak mı oldun, ne ter oldun? Sen deyirlər ki, eğer yatarsa, yorğana tikilərsə, demək hələ o ərə gedəsi vaxtı dövmüş, biraz tələsir. Yox, oyaq durarmışsa səhərə qədər, deyirlərmiş artıq bu ana ola bilər, çünki səhərə qədər tav gətirdi, dözdü, oyaq qaldı. Amma sən yatıbsan, yəni başım çıxmır, neçə evlat var? Nə? 5. Allah saxlasın. Qalanlarına Allah canı sağlıq versin. Allah sizə də uzun ömür versin, bizləri güldürdünüz. Nə qədər yatmısansa, nə qədər yorğan döşəyə tiksələr də sənin, ancaq sən 5 evlat dünyaya gətirmiş, geroy anasan, geroy ana, qəhrəman anasan. Təbrik edirik sizi. Analarımıza Allah can sağlığı versin benim mənim əzlərim. Elə mən o sözü almaq istəyirdim, bəli. Səhərə qədər deyib günüm əylənərlərmiş və yatan qızı da yorğan döşəyə tikərlərmiş. Mənim əzizlərim və nə gözəlsən ay gəlin. Aydan gəlin, ay gəlin. Qohumları yığışmış pişvazına ay gəlin. Gəlin dilim incəmi, dodaqların qönçəmi. Bugün sənin xınandır, söylə ürəyincəmi. Gəlmişsən al duvanda, güldür xırvıdarda. Sənə xita qədər dəyməsin, getdiyim o ocaqda. Olasan köklü mayalı gəlin. Və mənim əzizlərim, anamızın, qızımızın anasının da hədiyəsi var. Xahiş edirəm, gətirin görək Turacana. Yaxınlaşın mənə. Ne deyil mi? Sənə dəstək olan sənin. Bəli, həyat yoldaşın var, Arif ata var. Qızımızın hörmətli atasını bura dəvət edirik. Xahiş edirəm, yaxınlaşın Arif ata. Gözünüz aydın olsun. Bu qapıya hər zaman bax, qohum qardaş gələndə sizin xoş günlərinizə gəlsin. Necə ki, bugün yığışıblar. Bir qızımızı təbrik edin. Həm ad günü münasibətilə, həm ailə qurma münasibətilə. Xoşbəxtiniz. Ad günümü təbrik edirəm. Balam, necə belə ad günləri keçirməyə Allah qismət eləsin. Can sağlığından, uzun ömürlə, həyat yoldaşından, aləmlə bir yerdə.
Amin deyin. Valideynlərimizin alqışlanır ay xanımlar. Və anamızın, atamızın əlbəttə bir dənə bu hədiyyə ilə kifayətlənməyiblər. Bir gözəl tort hədiyyəsi də hazırlayıblar. Xahiş edirəm, tortumuzu gətirin görək. Tortumuzu köməkləyin. Nə olar, bu qədər xanımlar var. Biraz aktiv olar. Bunu da buraya yerləşdirəcəyik. Siz bəyləriniz, siz qalxın ayağa. Salfetka da gətirin. Yaxınlaşın, yaxınlaşın. Kamil, bir gözəl mahnı ver. Onun birini də bunu birlikdə kəsəcəksən. Bundan sonra sən oğul uşaq başını qatsın inşallah. Gəlin, buyurun, yaxınlaşın. Bıçağı götürün gözəl qızınız. Konyalı sultanı. Siz də keçin. Ortaya alın, qızınızı ortaya alın. Elə. Ortaya alın qızını. Geç, geç. Ay bak, elə. Elə. Qardaşları, yaxın gəlin. Qardaş haradasın ay qardaş, gəl görək. Tortudan qardaşınızı da dağılın. Yaşayan bir ölüyken icazənizlə hədiyyəni taxdın mı? Taxırsan mı? Tamam, hədiyyəni tax. Anamız, atamız və qardaşlarımız bir gözəl hədiyyə də almış. Maşallah, göz qamaşdırır. Çok güzel benim azizlerim. İndi ise bu tortumuzu kesek, bu tortumuzu yandıran. Ağzından, suyundan, aşktan dayan yarim var gül renginde. Dünyayı verseler kâr etmez, olmaz ki sen renginde. Havasından, suyundan, aşktan dayan yarim var gül renginde.
şirketimizin dağıtıklarına göre onlara icazə verək ki, bir gözəl məhəbbət rəqsi etsinlər. Derdinle böldüğümde ömrümü verdimsin. Havasından, suyundan, aşkı anlayan yarim var gül renginde. Dünyayı verseler kâr etmez, olmaz ki sen denginde. Aşkıdır ruhumda yankılanan, duyduğum her seste. O can ki sevdası sonsuzumdur, aldığım her nefeste. Son aşkım ilk yarim, can bildiğim, vefalı sevdiğimsin. Derdinle böldüğümde ömrümü verdimsin. Son aşkım ilk yarim, can bildiğim, vefalı sevdiğimsin. Derdinle böldüğümde ömrümü verdimsin. Şimdi çok güzel. Ve burada şirinlik var. Tortumuz var. Kamil bir dəqiqə. Xahiş edirəm. Və mənim əzizlərim, mən artıq bir neçə yaxına yaxına belə eləyirəm. Əgər ailənin də razılığı varsa da, burada bu qədər tort var. Olarsa da ana bacılarımıza o tortlardan kəsək fəaliyyət. Bir dənə, iki dənə xanım gəlin. Əgər var, icazə verirsinizsə, olar mı? Razı sağlıq. Və bu tortlarda qohulmaya bir az dansın, öyle değil mi? Otururuq da ne olur, şimdi tort şirketinden de bilsinler. Gəlin ay xanımlar, bir nəfər, iki nəfər, gəlin bu tortu buradan götürün. Burada bir gözəl, bizim rəqsimiz durur, kızımızın rəqsi durur. Tas rəqsi deyirik, tas qırma mərasimi edəcəyi sizlərin iştirakıyla, alqışıyla. Kamil, səni anam mənim üçün doğurmuş demiş kızımız, Aytaç kızımız. Hazırıq mı? Hə. Bəyli, səni ortaya alaq, sən tək ortaya alaq, sən də gəl. Aşk bir hastalıktır tabibim. Oturursan, güzel. Kızımız sana değil.
rəqsimiz gəlir hamılıqla birlikdə. Bütün xanımları, ürəyindən keçən dəyləri halay rəqs etməyə bax, elə deyil bu meydanca dolsun mənim əzizlərim. Halay rəqs etməyə dəvət edirəm. Qızlar, hadi. Haydi qızlar, aktiv olun. Oğlan evindən gələn xanımlar. Aktiv olun. Evimizin ətrafında olun. Gəl görün. Haydi. Oğlanlar da o yüzden rəqsində bilərlər. Halay gider gəlmər o yüzden. Aziz kapı şerru canım. Aziz kapı şerru Kızlar, yerimiz
orada dayanın, ben orada dayanın. Gitmeyin, ortadan çıkmayın, kenarlaşmayın. Bey, ortadadır mı? Ve beyimizin de kardeşi Əsəd qardaşım. Əsəd qardaşım boyun, bayaq nəmər də verdi. Kızımızın kardeşi, haradasınız? Ve kızımızın yaxşı sən əziyyət vermeyin bəyimiz. Vüsal bəy, mənə yaxınlaş ha Vüsal bəy. Subaylar bir adım öne çiziliyor. Subaylar, hamı subay değil mi? Maşallah, yaxşıdır. Siz de subaysınız, ne güzel. İstəyərdim bir bəyimizin bugünü xoşumuza gəlir mi qardaşlar? Alqış edək. Xoşlarına gəlin görsən, onda o sizin də başınıza gəlsin, hərəsinin başına 3 dəfə sarğanını çəkirsən. Gələn il bu zaman hamımızın qapımızda toy sədası eşidilsin. Başda görək. 3 dəfə. Sarğanını 3 dəfə çək, qoy yaxşı olsun. Gözəl göçək qızlar qismət olsun bu bəylərimizə. Ahmet. Və mənim əzizlərim, mənim bəylərimizə, oğlanlarımıza biraz yazılıb gəlir. Mən istəyirəm ki, siz elə buradaca paylarınızı alasınız, aparıb şokoladları başınızın altına qoyasınız, görəsiniz inşallah. Qismətinizə düşəcək yaxşı qızlardan görəsiniz. Gəlin, payımızı görürüz qardaşlar. Bir. Elə bak. Sonra size çatmayacaq. Bir. Hamıya çatsın. Bir. Kızlarımız da var. Bir. Çok sağ olun kardeşler. Siz bayrağınızı aldınız. Teşekkür ederim. Sağ olun. İndi ise konfetimizi de paylayaq. Şirinlik konfetimizi paylayaq. Subay kızlara. Kızımızın rəfiqələrine, əməllərindən gələn qollarına. Var onu. Və mənim əzizlərim, mən istəyirəm ki, əyləşmirik. Mən istəyirəm bu libasda, bax bu geyimdə qızımızın və Vüsal bəyimizin ata-analarıyla, bacı qardaşlarıyla bir gözəl rəqsi olsun. Ondan sonra yeri verəcək qonşulara, nənə babalar varsa, oynamaq istəyənlər varsa onlara və diskotekaya. İndi isə gözəl atalarımız, analarımız, kardeşler, bacılar, gelin hamılarla bir güzel yezinem rəqs edək, yezinem rəqsi ver oradan bizlere. Kızım mahnısını istəyirsən birinci.
Sonra da Yezdən mahnısı oynayarıq. Analar gəlin görün. Turac ana, Natella ana. Burada da oğlumuzun anası maşallah olsun. Her zaman hazırdır. Kızın anası neyse de orada bilmirəm qazan mı qarışdırır, adam başı zadımı kəsir, nəzə, yaman gec-gec gəlir. Sanki bir huri sen beyaz libastan, ananın nefesi sensen bu hayatta. Bugün güzel kızım gelin götürürsen, atanın evinden çıkıp gidirsen. Bugün güzel kızım gelin götürürsen, atanın evinden çıkıp gidirsen. Kızım sana kurban olarım, kurban olarım, sen ananın nefesisin. Sınav çekim peynir, ana değen diline, ele kurban olarım ben. Kızım sana kurban olarım, kurban olarım, sen ananın nefesisin. Sınav çekim peynir, ana değen diline, ele kurban olarım ben. Kolaşır oynasın bu bütün herkes, bu toyun sedasın eşitsin herkes. Senin için ofudun tatile kalsın, bu mahnı kızın için hediye olsun. Senin için ofudun tatile kalsın, bu mahnı kızın için hediye olsun. Kızım sana kurban olarım, kurban olarım, sen ananın nefesisin. Sınav çekim peynir, ana değen diline, ele kurban olarım ben. Kızım sana kurban olarım, kurban olarım, sen
oturma. Nənə baba adını daşıyan, nənə babalarımızdan burada kimlər varsa, xahiş edirəm, adlar yazmamışıq. Xınayaxtı mərasimidir. Onların köyünü almaq üçün onları bura dəvət etmək istəyirəm. Nənə babalar qonşularımız var, ay qonşular. Hamınız rəqsə dəvət edirik. Hörmətli qonşularımız, burada bir gözəl anamız var. Bayaqdan deyir, Svabon rəqs verir, hamı olmasın. Bax, aktiv olmaq lazımdır. Xınayaxtı belədir də. Oynayarsan, deyəsən, güləsən, məzəli, əhvalatlardan da danışasan. Qonşular, qohumlar, rəqs etmək istəyən ay anamız, siz bu aylar nəli olursunuz? Bibi seyəndir, bibi, can bibi. Xoş gəldiniz. Hörmətli qonşular, siz qonşularsınız, elə deyil. Təbrik edin. Babasınız mı? Özür istəyirəm. Qızımızın, qız tərəfinin babası, oğlu tərəfinin babası. Qız tərəfinin hər iki babaları. Gözünüz aydın olsun deyil. Deyir, devlətdə dəvə, evlatda dəvə, şirindən də şirindir, şirin günlərədir. Təbrikimizi eşidək. Xoşbəxt gələcək, xoşbəxt olsun, xoşbəxt. Əsas odur, başa düşənlər olsun. Nənələr, ay nənələr. Xoşbəxt olsunlar, gələn ildə bunların sünnət toyuna gəlmiş olaq, Allah bir yaxşı bala versin. Xoşbəxt olsun, boşa qarsın, vaxtı yığmalı olsun. Boşa qarsınlar, xoşbəxt olsunlar, oğul uşaqlı olsunlar, axıllı gəlin olsun, qaynasına hörmətli gəlin. Mən Allahdan arzu edirəm, xoşbəxt olsunlar. Ürəkləri istəyən kimi olsun, xeyrini görsünlər. Öyləri bütün işıqlı olsun, yanları da beşikli olsun. Bax, bu sözləri heç bir şey əvəz edə bilməz. Alqış edər böyüklərimizi. Görün, nə gözəl sözlər deyirlər. Valla, buna bir qeyri-adi oldu məclisimizdə. Mənim gözəl nənələrim, babalarım, sizlərə də Allah talamızın ömür, can sağlığı versin, bərəkətli ömür versin ki, bax, o gözəl balaların da nəvələrinin, nəticələrinin toyda sındıra sizəsiz. Amin olsun. Telam elinə, Qaracalar elimizdə də eşq olsun. Sizlərlə birlikdə gələn qohumlar varsa, onlar da rəqsə buyura bilərlər. Gəlsin gözəl mahnılarımızdan Kamil. Nənə babalarımızı tək qoymayan meydanlar. Hey,
getdi yok. Öldü var, döndü yok. Ben sevirəm, getdi yok. Öldü var, döndü yok. Ben sevirəm, getdi yok. Öldü var, döndü yok. Ben sevirəm, getdi yok. Davam etmək istəyirsiniz oyunun, dambur rəqs istəyir. Babamız nə istədi? Hə, gəlin, bax, ay gözəl anamız. Qonşular, bibilər, xalalar, sonra xala evlatları, əm evlatları, dayılar, kimlər ürəyindən keçirdin, ad yazmaq, şadlıqla yaxdı mərasimidir. Kimlər ürəyindən keçir, burada deyə bilər, rəqs edə bilər. Meydan bundan sonra sizindir mənim əzizlərim. Hə, oyunu bilərsiniz. Kamil qardaş.
Gelin görməli, ay qudalar. Gəlin rəqsə dəvət edirəm sizi. Bir gözəl meydanı qızışdıraq. Gəlin görün. İstədiyiniz mahnı var mı? Şən mahnılarım olsun, diskotekam olsun. Şən mahnı olsun. Gəlin. Gəlir çiçək gəlir, ayağına külək gəlir. Çiçek gelir, bizim kimi insanlar, dünya kökler gelir, bizim kimi kızlar, dünya kökler Aşkına
Burada iki nefer nişanlı kızımız var. Birinin nişanlısı buradadır, biri ise iştirak edebilmeyip təbriklərini gönderip. Gelsin o nişanlı kızlarımız, gelin görelim. Kızımızın rəfiqələri. Ay kızlar. Kızımızın padruqaları, rəfiqələri. Yaxınlaşın mənə. Diskoteka. Neyle? Allah xoşbəxt eləsin. Sarayın diğer subay kızlarımızın başına inşallah. Neyse ürəyimizdə keçən mahnılar var mı? Ne çalsanız oynayacaq deyirlər. Ay kızlar, niye oturursunuz? Gəlin, yaxın gəlin. Oradan yaxşı mahnılardan oradan ver. Yine hanımlarımız, kimlər ürəyindən keçir oynasın.
sağ olun deyirik mənim əzizlərim və qızımıza deyirik elimizin gözəli. Göydən enmiş mələksən, elimizin gözəli. Sən mələk tək gözəlsən, elimizin gözəli. Beşiti görmədik, deyə bilmərik. Sən bugün bu xınada xüsusilə də misal bəyimiz üçün yeganəsən, təksən, elimizin gözəli. Bu gecə sənin xınan gecəndir, xınalı əllərin mübarək olsun. Xınalı gecəndir, xanlı gecəndir. Xanlığın, sultanlığın, xanımlığın mübarək olsun. Allah sizi bir ömür boyu xoşbəxt eləsin mənim əzizlərim. Bax, beləcə də İxna yaxın mərasiminin sonlarına yaxınlaşırıq. Hər bir ailədə xoş günlər, şən günlər keçmək diləyi ilə sizə bu gecəni ayrılırıq. Hər birimizə gözəl günlər diləyirik. Allah hər birinizi xoşbəxt eləsin. Bir-birinizin ailənizi xoş günlərə, sevincli günlərə gedib gələsiniz. Sərvər əmi, yenə deyirəm, əmi qədər, bay qədər xətirli istədiyi bir insan. Çox sağ olun bu güzel anları birlikte aldığınız için. Kamil Bey ve mən də sizlərin bacısı Müsaade bacınız. Hər birinizə çox təşəkkür edirik. Bir alqış istəyirəm sizlərdən. Bir alqış istəyirəm. Yox, belə yox. Gözəl alqış, gözəl alqış. Çox sağ olun deyirik, var olun deyirik. Kamil, mahnı ver. Dəyinizi gəlimizi uğurlayar. Alqışlarınızla xahiş edirəm, xanımlar. Çok güzel, çok ötüşler, çok sağ olun, var olun deyirik.